Elçi bəyin hani atasının qəbri? Mənə deyirlər ki, Qabil, Elçi bəy sevrək, oğraş olmaya deyirlər, Elçi bəyə qarşı dil uzatma, Elçi bəyi sev, nə bilim nə. Nə danışsan sən? Elçi bəyin atası birbaşa Heydər Əliyevin müəllimi olubdu, daşnak olubdu, daşnakların lideri olubdu. Ta 94'ten bəri barbar bağırır Nizami Süleymanov, Azərbaycan alimi. Deyirək ki, hələ o vaxtı Əli Kərimli Heydərlə dirəşən vaxtlardan gedir ha söhbət. Milli Məclisdə Əli Kərimin fırtına qopardığı vaxtlardan gedir ha söhbət. Televiziyaların Əli Kərimə Heydər Əliyev belə müxalifətdən çəkindiyi vaxtlardan gedir ha söhbət. Deyir, Elçi bəyin qəbri deyir, Lyon şəhərindədir Fransada, atasının qəbri. Nətər sən bir qızını ərə verirsən, bir oğluna qız tapıb evləndirirsən. Onun atasını, babasını tanısan, o adam bandit, narkoman, turemşik olsa ona qız verərsən mi? Onun qızını oğlunu alarsan mı? Başına dönüm sənin. Prezident seçirsiniz, Elçi bəyi, atasını tanımırsınız. Nətər olur elə? Heydər Əliyev prezident seçirsiniz, atasını tanımırsınız. Ya İlhamı seçmişsiniz, atası Heydərin qəbri yoxdur Azərbaycanda. Ya eləcə vəzir o eləcə nə bilim ayazı o birisi bu birisi. İsa Qəmbər kimdir? Yezdi Kürdüdür də. İsa Qəmbər kimdir ki? Yezdi Kürdüdür də. Heç nə, bugün baxıram cəbhəçilərə təşəkkür edib bizə aclıq eləməyə yer verib. Buna bax, təşəkkürün səviyyəsinə bax, təşəkkür ediləsi işin səviyyəsinə bax ha. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, açıq deyirəm. Demədi demeyin, söyləmədi demeyin. Əli Kərimlinin də, xalq cəbhəsinin də hakimiyyətdən asılılığı var. Çünki onlar Azərbaycandadır. Çünki onların içinə xainləri doldura biliblər. Çünki onlara qırmızı cizə biliblər. Çünki onların bəzilərinin kaseti var. Bilirəm mən, kaseti var. Ancaq, baxmayaraq, xalq cəbhəsindən Əli Kərimdən fərqli olaraq, mənə heç kim heç nə deyə bilməz, mənə heç kim heç nə qırmızı çizgi qoya bilməz, məni heç kim yönləndirə bilməz. Bir Çopayoğlu desin ki, mən Qabili yönləndirirəm, mən Qabilə tapşırırım. Sadəcə məlumat aldığım adamlardan başqa kimsə mənim ağam deyil. Kiminsə köpəyi deyiləm. Bunu tam əmin ola bilərsiniz. Əgər kimsə məni riqrovka eləyirsə, mənə işin, lazımı güclər, lazımı yuxarıdan. Sən çox böyük zirvələrə qalxas adamsan. Efirdə bu artıq şeylər edirsən, söyürsən. Bunu mənə ta yuxarıdan gəldilər, dedilər. Bir kəlmə, özə 2-3 dəfə dedilər.